məhkəmə ekspertizası sahəsinin inkişafına dair islahatlarla bağlı sırada sujetimiz olacaq. Məlum olduğu kimi Prezident İlham Əliyev 11 dekabr 2025-ci il tarixində imzaladığı sərəncamla Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün konsepsiya təsdiq edib. Bu sənədin qəbul olunması ilə ölkəmizdə 100 ilə yaxın yaşı olan məhkəmə ekspertizası sahəsinin inkişaf tarixində mühüm mərhələ başlayıb. Bəs məhkəmə ekspertizası sahəsinin inkişafı istiqamətində hansı tədbirlər görülməkdədir? Əməkdaşlarımız bu sualın arxasınca gedib. Məhkəmə ekspertizası sahəsinin inkişafına dair yeni islahatlar aparılmaqdadır. Ekspert rəylərinin verilməsi müddətləri əhəmiyyətli dərəcədə azalacaq. Ədalət mühakiməsinin səmərəli aparılmasında məhkəmə ekspertizası fəaliyyəti mühüm rol oynayır. Bu baxımdan bir sıra amillər bu sahənin inkişafını şərtləndirir. Son illər məhkəmə ekspertizası fəaliyyətinin tələbatının əhəmiyyətli dərəcədə artması, məhkəmə və istintaq orqanlarının icraatında olan işlərin sayının çoxalması, eyni zamanda elmi-texnoloji tərəqqi və rəqəmsal transformasiya məhkəmə ekspertizasının yeni çağırışları əsasında təşkilini zəruri edir. Bu baxımdan ölkədə məhkəmə ekspertizası sahəsinin inkişafına dair yeni islahatlar aparılmaqdadır. Məhkəmə Ekspertiza Mərkəzinin rəis müavini Vüsal Məmmədov deyir ki, məhkəmə ekspertizası təcrübəsində müasir texnologiyaların tətbiqi istiqamətində Ədliyyə Nazirliyi tərəfindən görülən işlər artıq yekunlaşmaq üzrədir. İyul ayında məhkəmə ekspertizası informasiya sisteminin pilot rejimdə istifadə edilməsinə başlanılmaqla cari ilin sonunadək ölkəmizdə məhkəmə ekspertizası sahəsində vahid informasiya sisteminin fəaliyyətinin təmin olunması planlaşdırılır. İşlər tam yekunlaşdıqdan sonra məhkəmə ekspertizasını təyin və ya sifariş edən şəxs heç bir yerə getmədən məhkəmə ekspertizasının təyin olunması barədə qərar və ya qərardadır. Həmin sistem vasitəsilə məhkəmə ekspertiza idarələrinə göndərə biləcək. Beləliklə də ekspert rəylərinin verilməsi müddətləri əhəmiyyətli dərəcədə azalacaq. Vüsal Məmmədov onu da bildirdi ki, Respublikamızın regionlarında yaşayan vətəndaşların ekspertiza xidmətlərinə əlçatanlığının təmin edilməsi məqsədi ilə məhkəmə eksperti ştat vahidlərinin sayının artırılması ilə bağlı təkliflər də hazırlanır. Məhkəmə ekspertiza mərkəzində 41 ekspert ixtisası üzrə məhkəmə ekspertizaları aparıldığı halda regional şöbələrimizdə cəmi 4 növ üzrə ekspertizalar aparılır. Hədəfimiz regionlarda müvafiq zəruri infrastrukturun yaxşılaşdırılması, həyata keçirilən məhkəmə ekspertiza növlərinin sayını artırmaqla bu sahədə də vətəndaş məmnunluğunu təmin etməkdir. Beləliklə, həyata keçirilən tədbirlər məhkəmə ekspertizası fəaliyyətinin davamlı inkişafını təmin edəcək. Bu sahənin qabaqcıl beynəlxalq təcrübəyə uyğun qurulmasına imkan verəcək. O qədər həssas, o qədər belə insanların taleyini həll edən bir sahədir ki, burada əlbəttə ki, ən yüksək texnologiyalar, nə lazımdırsa eləmək lazımdır. Çünki hansısa bir kiçik bir detalın gözdən qaçması kiminsə həbsə düşməsinə ya da kiminsə azadlıqda gəzməsinə səbəb ola bilər. Ona görə də bu sahədə əlimizdən gələn nə varsa, texnologiyada hansı yeniliklər varsa tətbiq etməyimiz əlbəttə ki, çox yaxşı, uğurlu bir addımdır. İşlərinizdə müvəffəqiyyətlər arzulayırıq. Çox da maraqlı sahədə. Sən bu yaxınlarda bir şey oxudum mən. Deməli, indiyə qədər bu texnologiya filan hələ bu qədər tətbiq olunmamış. Sən demə, xüsusilə məsələn, çoxdan öldürülən insanlar var. Ora böcəklərin gəlməsi məsələsi var. Hansı böcək neçə dəqiqədən sonra ora yaxınlaşır. Onunla belə tapırlar ki, nə qədər müddət əvvəl dünyasını deyir. O qədər belə maraqlı sahədir ki, o qədər belə həssas sahədir ki, uğurlar arzulayırıq.